Salamlar. Bu gün valideynlərə peyvəndlərdən sonra uşaqlarda baş verən normal və təhlükəli reaksiyalar haqqında məlumat vermək istəyirəm. Peyvəndlərdən sonra baş verən reaksiyaların çoxu normaldır. Bu, bədənin immun sisteminin aktivləşməsi fonunda baş verir. Peyvənd bədəndə xəstəliyi yaratmır, amma ki, bədəni xəstəliyə qarşı öyrədir. Normal saydığımız əlamətlər hansılardır? Lokal olaraq peyvəndin inyeksiya yerində şişkinlik, qızartı, yüngül ağrının olması, ümumi 24-48 saat ərzində davam edən hərarət, zəif halsızlıq, zəif iştahsızlığın olması normal əlamətlər sayılır. Təhlükəli saydığımız əlamətli reaksiyalar hansılardır? Peyvəndin ilk 15-30-cu dəqiqəsində baş verən anafilaksiya. Bu zaman daha çox uşaqlarda nəfəs darlığı, bədənə yayılmış səpgilər şəklində, şişkinliklər şəklində özünü göstərə bilər. Daha sonra uşaqlarda davamlı, dərmana tabe olmayan, yüksək 39-40 dərəcə ilə davam edən hərarət, kəskin şəkildə halsızlıq, kəskin yuxulluq. Lakin bu sadaladığımız təhlükəli əlamətlər milyonda bir uşaqda ehtimal oluna bilən nadir rast gəlinə bilər əlamətlərdən ola bilər. Bir halda ki, müqayisə edəriksə, təhlükəli əlamətlərlə uşaqların keçirdiyi qızılca, su çiçəyi, qrip, göy öskürək kimi infeksion xəstəliklərin ağırlaşması nəticəsində yaranan ensefalit, meningi, daha sonra ağır tənəffüs çatışmamazlığına gətirib çıxaran ağırlaşmalarla müqayisədə 1000 dəfələrlə aşağıdır.